Deməli, bu sınağımıza baxaq. Burada birinci sualımız 61 deyir ki, 6 rəqəmli ədədin 9-a bölünməsindən alınan qalığı tapın. Bilirik ki, rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a bölünür. 3 üstəgəl 2 üstəgəl 4, 5 üstəgəl 6 üstəgəl 1 cavabımız 21 eləyəcək. Deməli, 21-i də 9-a böləndə qalıqda neçə düşəcək? 3. Qalığımız olacaq 3. Gəldik ikinci suala baxaq. Deyir, rəfdəki kitabları 5 ədəd artırdıqda onlar 3, 3, 5, 5, 7, 7 qruplara ayrılır. 3, 3, 5, 5, 7, 7 qruplara ayırır sözünün mənası odur ki, söhbət bunların əkobundan gedir. 3-ün, 5-in, 7-nin. 3-ün, 5-in, 7-nin əkobu qarşılıqlı sədə ədədlər olduğuna görə elə bunların hasilinə bərabərdir. Bu da eləyir 105. Deməli, 7 dəfə 5, 35, 3-ə 105. İndi ancaq deyir ki, 5 dənə artırandan sonra bunlara bölünür. Deməli, 5 dənə artırmamışdan qabaq kitablarımızın sayı 100 imiş. Gəldik üçüncü sualımıza. Uzunluğu 32 cm olan ip, deməli, AB parçası 32 cm olan, bura olsun A parçasıdır, bu B parçasıdır. Bunun üzərində bir dənə C qeyd olunub. Bizə deyir ki, bax bu AC-nin ortası ilə CB-nin ortasını birləşdirən xəttin uzunluğu. Baba bizdən bu qədər məsafəni soruşur. Deməli, əgər bura X olsa, çünki ortasıdırsa AC-ni yarıya bölür. Bura Y-dirsə, bu hissəndə Y yazaq. Parça başdan başa 32 cm olduğuna görə 2X plus 2Y bərabərdir 32-yə. Onda hər tərəfi 2-yə bölsək, X plus Y bərabər 16 alınır. Bizdən X plus Y hissəni soruşurdu. Və salam. Gəldik, baxdıq 64-cü suala. 64-cü sualda deyir ki, iki çoxluq Venn diaqramını çəkirik. Bu A çoxluğudur, bu da B çoxluğudur. Bizə deyir ki, A çoxluğunun elementi 40, kəsişməsi 12-dir. Birinci həmişə kəsişməni yazmaq lazımdır, 12. A çoxluğu 40-dırsa, kənar 40 deyil. Kənar A demək deyil. Bu kənar hissə A fərq B deməkdir. A dairənin hamısıdır. Onda bu kənara 28 düşür də, A hamısı 40-dırsa. Bizə deyir, elə ki, birləşmə ən kiçik olsun. Birləşmə ən kiçik olsun deyəndə, birləşmə bunların hamısı olduğuna görə bizə də B-yə onsuz da heç bir şərt qoymayıb. Deməli, bu hissəyə heç bir şey yazmasam da olar. Onda A birləşir B minimum 40-a bərabər ola bilər. Sonra gəldik, baxdıq 65-ci sualımıza. Deyir ki, 10% duz olan məhlulda birinci məhlulumuzun düsturunu yazaq. Deməli, məhlulumuzun düsturu necə idi? M1P1, M1P1 vurulsun M2P2 bərabər M1 plus M2 vurulsun P-yə. Buradakı M1 maddənin kütləsidir, P1 onun faizidir. Deməli, kütləmiz 4 kiloqramdır, faizi 10%dir. Deməli, olacaq M1-in yerinə 4 vur 10%. Üstəgəl, bir neçə kiloqram duz əlavə edib. Duzu X-la götürürəm, bilmirəm neçə kiloqramdır. Ancaq bilirəm ki, duzun tərkibi elə 100%dir. Onda mötərizənin içində M1, 4, M2, X olduğuna görə 4 plus X vurulsun, deyir, yekun maddəmiz 28%də olar. Və salam, adi təlinlik kimi həll eləsək, 40 plus 100X bərabər olacaq 100X. Deməli, 0-1 artıq getdi. Deməli olacaq 40 plus 100X bərabərdir. 28-i 4-ə vuranda 2, 3 yadda 8, 112 plus 28X. Aha, buradan da 100X-dan 28-i çıxanda 72X bərabər oldu 72-yə. X bərabər oldu 1 kiloqram. Deməli, 1 kiloqram duz əlavə olunub. Burada aşağıdakılardan deyir hansının qiyməti müsbətdir. A variantı elə müsbətdir. Çünki ədədi mötərizənin qabağında mənfi alınanda içərinin işarəsi tərsinə dəyişir. Onda bizdə olacaq 5 plus 3 bərabər olacaq müsbət 8-ə. Sonra gəlib baxaq deməli 67-ci sualımıza. 67-ci sualımızda görək nə deyir?
67-ci sualımızda deyir ki uzunluğu 455 olan ip 7 ilə düz 3 və 4 ilə tərs mütənasib hissələrə ayrılır. 7 ilə düzdürsə bu olur 7K. 3 və 4 ilə tərs mütənasibdirsə 3də 1K plus 4də 1K bərabərdir hamısı 455-ə. Deməli toplayanda ortaq məxrəc 12-dir. 12-də 7 olur misalımız 7 tam 12-də 7. 7 tam 12'də 7 K bərabərdir 455'ə. K bərabərdir 455 bölünsün. 7'nin 12'ye 84, 91. 12'də 91. 12'də 91. K da bərabər olur 60'a. Çünki bu burada vura çönür. 91'də 12 olur. İxtisar gedəndə K 60 olur. Bizə deyir ən kiçik hissənin uzunluğunu tapın. 7K, 3də 1K, 4də 1K. Bunların içinin ən kiçiyi təbii ki 4də 1K'dır. Çünki sürətləri eyni olan kəsirdə aşağısı böyük olan kiçik olur. Bizdə 4də 1K'da K'nın da cavabı 60 olanda oldu 15. Bu da bizim kiçik hissəmizdir. Gəldik oldu 67A. 68-ci suala baxaq. Deməli 68-ci sualda görək necə olacaq. Aha, bizə deyir ki burada A B'dən kiçikdir, o da kiçikdir 0-dan. Deməli onda necə olacaq? 3 üstəgə biz bilirik ki modulun içində 0-dan kiçik ədədlər hərfdirsə elə mənfidə çıxır. Yəni mənfi A çıx B olacaq. Mənfini də mötərizə xaricinə çıxartsaq A plus B olacaq. Burada da həmçinin deməli olacaq yenə mənfi çölə çıxsa burada da olacaq B üstəgəl A. Bundan da cavabı mənfilər buradan getdi. 1 elədi. 3 plus 1 də nəyə bərabər olacaq? 4-ə. Sonra gələk baxaq. Gələk baxaq. 68-dən sonra gələk baxaq 69-a. Aha. Deyir ki 3də 1-i dolu olan qaba 2 litr su əlavə etdikdə qabın yarısı dolmuş olar. 3də 1-i doludursa bura oldu 3də 1x. Qabımız x götürək. 3-dən 1-i doludursa 3də 1x. Üzərinə deyir 2 litr əlavə etdikdə qabın yarısı dolur. Qab x-dırsa qabın yarısı 2də 1x-dir. 2də 1x çıx 3də 1x bərabərdir 2-yə. 6da 1x bərabərdir 2-yə. X da bərabər olacaq 12-yə. 70-ci sual. Kəsirin sürətində 2də 1 ilə 3də 1-ə ortaq məxrəc 6-dır. 2 olanı 3-ə vuranda 3 sürəti. 3 olanda 2-yə vuranda 3-dən 2 çıxanda 1. Məxrəcimiz 12də 1 bərabərdir. Bərabərin tuşundakı kəsirə bölmə kimi baxanda tərsinə çönəcək digər hissə. Cavabımız da olacaq 2 E variantı. Hı-hı. 71-ci suala baxaq. Deyir, fəhlə maaşının 30%-ni kirayəyə verir. Fəhlənin maaşını götürək. Deməli, fəhlənin maaşını götürək 100 manat. 100 manat 100% olduğuna görə, 30%-in kirayə verildiğinə görə kirayə pulu 30 manatdır. Kirayə pulu oldu 30 manat. Aha, indi deyir ki, fəhlənin maaşı artdı və kirayə pulu onun maaşının 25%-ni təşkil elədi. Deməli, hansı ədədin 25%-i 30-a bərabərdir? Faizinə görə ədədi tapacağıq. Vur 100, bölünsün 25, bir dəfə, 4 dəfə 120. Fəhlənin maaşı olub 120 manat. Lap birinci fəhlənin maaşı 100 idi. İndi gəlib olub 120. 100 elə 100%-dirsə 120 də 120%-dir. Deməli, fəhlənin maaşı neçə faiz artıb? 20% artmışdır. 72-ci sualımıza baxaq. 72-ci sualda deyir ki,
A-nın kvadratı böyükdür, vurulsun B üstü 5 böyükdür 0. Üstü kvadrat A burada mənfi də olsa, müsbət də olsa kvadrat onu müsbətə döndərir. Vurulsun B üstü 5, B üstü 5 tək dərəcə müsbət olan da müsbət olur, mənfi olan da mənfidir. Deməli, burada müsbəti müsbətə vuranda sıfırdan böyük elədiyinə görə bizdə B müsbətdir. Gələk baxaq növbəti addıma. B müsbətdirsə, müsbəti nəyə vuranda sıfırdan kiçik olur? Mənfiyə. Deməli, bizdə C mənfidir. Burada C mənfidirsə, mənfini nəyə vuranda sıfırdan kiçik olur? Müsbətə. Çünki mənfi olsaydı, vuranda sıfırdan böyük eləyəcəkdi. A da oldu bizdə müsbət. 2 müsbət 1 mənfi cavabımız oldu. D variantı. 72-ci sual, 73-ə baxaq. 73 çox primitiv bir sualdır. 30% 24 olan ədəd cümlənin sonunda ədədi tap deyəndə faiz işarəsi olan aşağıda olur. Vur 100. Deməli, bu sıfırla bu sıfır geçsin. 0 geçsin. 3 bir dəfə, 8 dəfə 80. Cavab oldu B variantı. 74-də. ABC üçbucağının G ağırlıq mərkəzi. Biz bilirik ki, ağırlıq mərkəzi olur median üzərində, medianların kəsişmə yerində. Deyir, BH hündürlüyü üzərindədir. Hansı üçbucaqda həm hündürlük, həm median eynidir? Bərabər yanlı üçbucaqda. Belə çıxır ki, bu bərabər yanlı üçbucaqdır. Burada 5-dir, burada 4-dür. Pifagora görə burada 3-dür. Median 3-dürsə, indi bizə deyir ki, BG-ni tap. Bilirik ki, medianlar kəsişmə nöqtəsində ağırlıq mərkəzində 2-nin 1-ə nisbətində bölünür. 2K 1K nisbətində bölünür. Təpədən birləşən yer 2K olur. Deməli, indi 3K bərabərdir 3 yazsaq, 3K bərabərdir 3, K bərabər oldu 1-ə. Onda BG hissəsi də 2K olduğuna görə elə 2-yə bərabər oldu. Cavab oldu C variantı. Yetmiş beşə baxaq. Un, yağ, şəkər müvafiq olaraq 2, 3, 5 nisbətində yanlarına K yazıb toplayanda eləyir 2K, 3K, 5K, 10K bərabərdir 20-yə. K bərabər oldu 2-yə. Deyir ki, yağ neçə kilodur bunun içində? Yağ burada görürsünüz. Birinci un gəlib, sonra yağ, sonra şəkər. Bizdə də birinci undur, ikinci yağ. Deməli 3K-dır. 3-ü də K-nın cavabını 2 tapdığımıza görə cavabımız oldu 6. Əboba baxaq. Əbob bilirik ki, hər ikisində eyni olanların hasili deməkdir. 135-i sadə vuruqlara ayıranda, deməli 5-ə gedəndə 27, 27-ni də sadə vuruğa ayıranda 3 dənə 3-dür. 180 isə deməli 2, 93, 10, 2, 5 deməkdir onda. Eyni olanların hasili deməkdir. Əbob deməli hər ikisində bu 5 var. Hər ikisində 93'ə 30 düşürək uşaqlar. 30, 3'ə 10. 3'ün birini unutmuşam burada. Biri bu 3'dür, biri də bu 3'dür. Onda oldu əbobumuz 3 vur 3 vur 5. Cavab da eləyəcək 45. 76-cı sualdan sonra gələk baxaq 77. Deməli, 77-ci sualımızda nə deyir? Sinifdə Gəncədən gəzintidə olan 13, Masallıda gəzintidə olan 8 və heç birində olmayan. Bu bizdə çoxluq məsələsidir. Çoxluq məsələsi çox sadə. Ayrı-ayrı hissələr veriləndə toplanılır. Hər ikisi deyəndə çıxılır, heç biri deyəndə yenə toplayacaq. 13 Gəncədir, Masallı 8-dir, heç biri 5-dir. Hər ikisi dediyinə görə 3-ü də çıxacaq. Cavabımız da olacaq 23. Deməli 23 şagird var idi sinifdə. Sonra gələk baxaq 78-ci misala, məsələyə görək nə deyir. Deyir ki, uyğun tərəfləri paralel olan bucağın fərqi 120-dir. Biz bilirik ki, uyğun tərəfləri paralel bucaqların cəmi 180-dir. Alfa plus beta 180-dir. Alfa minus beta bərabərdir, deməli 120-yə. Tərəf-tərəfə toplasaq 300, alfa bərabər oldu 150-yə. Deməli, beta da bərabər olacaq 30-a. İndi bizə deyir ki, böyüyü 12% azaltsaq.
150-ni 12% azaldanda 150-ni vururuq 88-ə, bölürük 100-ə. Ədədi 12% azaltmaq onun 88%-ni tapmaq deməkdir. Deməli, 50-yə ixtisar gedəndə 3, 50-yə ixtisar gedəndə 2, bir dəfə 44 dəfə. Deməli, 12, 2, 1 yadda 132 elədi. Birinci 150 ədədini 12% azaldanda 132 elədi. Deyir, ikinci bu beta 30-u da elə artır ki, neçə faiz artır ki, yenə bunlar uyğun tərəfi paralel olsun. Yəni, yenə cəmi 180 olsun. Onda biz elə eləməliyik ki, bu 32, 48 olmalıdır. Gələk, baxaq, görək necə olur. Elə eləyək ki, 30 ədədi 48 olsun. Görək bunu 30 ədədini neçə faiz artıranda 48 olar. Deməli, 30 100%-lə götürsək, uşaqlar, 48-i də x faizlə. X bərabərdir 48 vur 100 böl 30-la getsə, 1, deməli, bu da 16, 160. X bərabər oldu 160-a. Deməli, neçə faiz artıb? 100 idi, 160 olubsa, 60% artıb. Gələk, baxaq növbəti sualımıza. Bu çox sadədir. Bilirik ki, ortaq məxrəci eləyirik. 60 düzəltmək üçün bu hissəni 4-ə, bu hissəni 10-a vuracaq. Oldu 60-da 4 kiçikdir 60-da x, o da kiçikdir 60-da 10-dan. Deməli, x-in yerində hansı ədədlər ola bilər? 5, 6, 7, 8, 9. 5 dənə. Neçə dənə ədəd mümkündür? 5 dənə. Növbəti sualımıza baxaq. 80-ə. Deyir, ədədin standart şəkli. Ədədin standart şəklində bu 25 yerinə qiymətli hissə 3-ə isə tərtib deyilir. Sadəcə olaraq standart şəkildə yazılışın özünün qaydası var ki, qiymətli hissə yerləşməlidir 1 ilə 10 arasında. Onda biz 25-in yerinə 2,5 vurulsun 10 yaza bilərik. Çünki vuranda elə 25 eləyir. Vur, bir də yanında 10 üstü 3. Bu da oldu 2,5 vurulsun 10-dan 4 dənə. Çünki əsaslar eyni olanda üstlər toplanır. 2,5. 4 niyə yazdım? 2,5. Aha, deməli, qiymətli hissəmizi soruşur. Oldu 2,5. 80-ci sualdan sonra gələk baxaq 81-ci. Aha. Bizə deyir ki, tərəfləri 4 və 7 olan 3 bucağın 3-cü tərəfi neçə fərqli qiymət ala bilər? 3 bucağın iti bucaq, kör bucaq hər hansı bir şərt vermədiyinə görə deməli qaydası sadəcə belədir. Fərqindən, bu iki ədədin fərqindən böyük olur 3-cü tərəf. Cəmindən isə kiçik olur. Deməli, ola bilər 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qiymət ala bilər. Növbəti sualımıza baxaq. (82-ci sualda. Sadələşdirək əvvəlcə uşaqlar. Bu oldu 18. 1-i 0,1-ə böləndə bu 10-da 1-dir. Tərsinə çönür, olur 10. Onun üstə 0,1 gələndə elədi 10,1. Vurulsun. Burada 101. Burada isə 5-dən 2-ni 2 5-də 10 deməkdir də. 5-də 1-in çıxanda qaldı 5-də 9. Vurulsun 3 üstü n də var bizdə. 3 üstü n. İndi burada bilirik ki, bax 101-i buna böləndə tərsinə çönəndə 5 qalxacaq yuxarı. Məxrəzdən də, deməli, məxrəzdən də silindi 5. 5 yuxarı qalxdı. Burada isə hər tərəfini ona vuranda vergül silinsin. Yuxarıya da bir dənə 0 atdıq. İndi ixtisar eləyək. 101 ilə 101 getdi. 9 bir dəfə, bu 20 dəfə. Misalımız oldu 20 vur 5 vur 3 üstü n. 20-ni 5-ə vuranda və yaxud sadə vuruqlar kimi yazaq da 4 vur 5 kimi yazaq 20-nin yerinə. 4 vur 5 vur 5 vur 3 üstü n oldu. İndi 4 oldu 2 üstü 2, 5 oldu 5 üstü 2, bu da 3 üstü n-dir. Bizə deyir ki, natural bölənlərinin sayı 45. Natural bölənlərinin sayı qüvvətlərin hərəsinin üstünə bir gəlib vurmaqla tapılır. Oldu 3 vurulsun 3 vurulsun n plus 1 bərabərdir 45-ə. 45-i 9-a böləndə 5, deməli 5, 5-dən də 1-in çıxanda 4. Deməli n 4-dür. N bərabər oldu nəyə? 4-ə. N-i tapdıq.
İndi bizə deyir ki, eni tapanda gətirib yerinə qoyub ədədimizi tapsaq. Oldu 100 vurulsun 3 üstü 4. 3 üstü 4 81'dir. 100'ə vuranda ədədimiz oldu 8100. Bu ədəddən kiçik qarşılıqlı sadə ədəd, neçə sadə ədəd var? Bunun düsturu belə idi. Ədəd özü vurulsun mötərizədə 1 çıxılsın. 2'nin tərsi 1 çıxılsın 5'in tərsi, bir də 1 çıxılsın 3'ün tərsi. Bir dənə bunu hesablayacağıq, cavabımız çıxacaq. Mənim yerim az olduğuna görə və yaxud buradan hesablayın, fərqi yoxdur. Olsun 8100 silərik, vurulsun 2'də 1 vurulsun 5'də 4 vurulsun 3'də 2. Все, bu 2 ilə bu 2'ni ixtisar aparım. Və yaxud aparmayın. Bax 2 dəfə 5 10 eləyir. Bunun bir dənə sıfırı silinsin. 3'ün içində 3 bir dəfə. Burada 220 270. 270 vur 8 oldu. 56 6 5 yadda 16 21. Deməli 2160 belə ədəd var. Vəssalam, gələk baxaq 82-ci sualımızı yazdıq. Gələk baxaq 83-cü sualımıza. Buradan indi uşaqlar bunu mən sileyim. Deməli, burada yer çatmamışdı deyə buradan yazmışdıq. Bunu silək, keçək növbətiyə. Deməli, gələk birinci yenə mötərizəni. Bu 3 tam 5'də 1 deməkdir. Yəni düzgün olmayana çevirsək 5'də 16 deməkdir. Bölünsün. Burada isə 35 eləyəndə oldu 1 tam 35'də bu 1'i də elə üstünə gəldim. 15'dən 14 çıxanda 1. Bu da bərabərdir. 5'də 16 vurulsun. 35'i düzgün olmayana çevirəndə 35'i 1'ə vurub üstünə 1 gələndə 36. Tərsinə çönəndə 36'da 35. Bu 1 dəfə, bu 7 dəfə. Deməli 4'də 4, 4'də 9. 9'da 28 oldu misalımızın cavabı. İndi deyir 3'də 2 hissəsi 9'da 28 olan ədədi tap. Cümlənin sonunda ədədi tap deyəndə hissə göstərinə bölürlər. Yəni 9'da 28 bölünsün 3'də 2, tərsinə də çönəndə vurulsun 2'də 3. Bir dəfə 3 dəfə, bir dəfə 14 dəfə. 14'ü də 3'ə böləndə 4 tam 3'də 2. Vəssalam. Gələk baxaq növbəti sualımıza. Növbəti sualımızda deyir ki, bölən 14, qismət 28, qalıq 8. Bölünəni bilirik ki, tapanda böləni qismətə vurub üzərinə qalıq gəlmək lazımdır. 14 vur 28 üstəgə 8, səhv eləmirəmsə bu 400'dür. Uşaqların testini yoxlayanda yadımda qaldı. Deməli 400. İndi deyir ki, qismət bölünəndən neçə faiz azdır? Qismət bölünəni 100% qəbul eləyək, soruşulanı x faiz qəbul eləyək. Deməli 28'i də neçə qəbul eləyək? X faiz. Buradan x bərabərdir 28 vur 100, məxrəcdə 400. Bərabər oldu 7'yə. Deməli 400 100%'dir. 28 də 7%. Neçə faiz azdır? 93% azdır. Gəlib 85'ə baxaq. Perimetri 26 cm olan üçbucaq 3, 4, 6 nisbətindədir. Yəni 3K, 4K, 6K bərabərdir 26'ya toplayanda elədi 13K bərabərdir 26K bərabər oldu 2'yə. Yəni bir tərəfimiz 6'dır, 3 bucaqda. Bir tərəfimiz 6'dır, bir tərəfimiz 4'dür, 8'dir, o bir tərəfdə 12'dir. Bizə deyir 12 tərəfinə çəkilmiş medianın uzunluğunu tap. Medianın düsturu n bərabərdir 2'də 1 kök altında. Kök altında 2a'nın kvadratı 64, 2'yə vuranda 128, üstəgə 2b'nin kvadratı 72 çıxılsın çəkildiyi tərəfin kvadratı 2'siz. Yəni 144. M də bərabərdir 2'də 1 vurulsun kök 56. 56'dan 2 çıxır 14 çıxa bilmir. 2'də 1 vur 2 kök 14. Cavabımız da olacaq
Eləcə 14. Medianın uzunluğu oldu 14.